Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə Güvən nəşrlərinin 10-cu siniflər üçün təşkil etdiyi sınaq 6 suallarını izah edəcəm. 31-ci sualdan başlayırıq. Hansı materikdə zəlzələ baş vermə ehtimalı daha azdır? Bilirik ki, materiklərin arasında zəlzələ baş vermə ehtimalı ən aşağı olan Avstraliya materikidir. Doğru cavab Y variantı. 32. Cagliari şəhərinin coğrafi koordinatları 40 dərəcə şimal enli və 9 dərəcə şərq uzunluğudur. Cagliari İtaliyanın şəhəridir. Buna əsasən Cagliari'nin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Koordinatları verək. 40 dərəcə şimal enli, bu olsun Greenwich meridianımız, bu olsun 9 dərəcə şərq uzunluğu. Bakıda 50 dərəcə şərq uzunluğundadır. Bura olsun Cagliari şəhəri, burada olsun Bakı şəhəri. 50 dərəcə şərq uzunluğu. Cagliari'nin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Cagliari Bakıdan qərb istiqamətində yerləşir. Doğru cavabımız B variantı. 33. Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzlərin uzunluğu azalmağa başlayır? Azərbaycan şimal yarımkürəsində yerləşir. Şimal yarımkürəsində gündüzün uzunluğunun azalmağa başladığı tarix, yəni 22 iyundan sonradır. 22 iyundan etibarən artıq şimal yarımkürəsində gündüzlər qısalmağa başlayır, gecələr uzanmağa başlayır. Doğru cavab A variantı. 34. Hansı vulkan Şimali Amerikada yerləşir? Kilimanjaro Afrikada, Pinatubo vulkanı Avrasiyada, yəni Filippində. Şasta vulkanı, baxın, saxlayaq. Erebus Antarktidadadır, Vezuvi Avrasiyadadır. Şasta vulkanı Şimali Amerika materikində yerləşən vulkandır. 35. Alp qırışıqlığı hansı geoloji erada baş vermişdir? Bilirik ki, alp qırışıqlığı Kaynizoy erasında baş vermiş bir qırışıqlıqdır. 36. 4 dərəcə qərb uzunluğu və 4 dərəcə şərq uzunluğu arasındakı yerli vaxt fərqini hesablayın. 4 dərəcə qərb uzunluğu, 4 şərq. Biri qərbdədir, biri şərqdədir. Bunların arasında 8 dərəcə var. 8 də vurarıq 4-ə, eləyər 32 dəqiqə. Niyə 4-ə vururuq? Çünki yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə dönür. Doğru cavabımız C variantı. Mərmər və qneysin oxşar xüsusiyyəti. Hər ikisi metamorfik suxurdur. Mərmər əhəng daşından, qneys isə qranitdən çevrilərək yaranan metamorfik suxurlardır. Üzərinə planşet yerləşdirilən 3 ayaqlı masa menzula adlanır. Doğru cavab D variantıdır. Digərlərinə baxaq. Paleozoy erasının dövrləri deyil. Yura. Doğru cavabımız A variantıdır. Trias, Yura və Tabaşir Mezozoya aiddir. Kembri, Ordovik, Silur, Devon, daş kömür və Perim dövrləri Paleozoy erasına aiddir. 23 sentyabr tarixində 55 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? 23 sentyabr tarixi bizə payız gecə gündüz bərabərliyini verir. Yəni 12 saat gecə, 12 saat gündüzdür. Bu olsun bizim Greenwich meridianımız. Bu da olsun bizim 55 dərəcə şərq uzunluğumuz. Deməli, günəş çıxır. Günəş çıxır. Günəşin çıxmasından batmasına qədər keçən sutka hissəsi nə adlanır? Gündüz adlanır. 12 saat gecə, 12 saat gündüzdürsə, deməli 12 saatdan sonra nə edəcək? Günəş batacaq. Batar. Deməli, 55 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra elə özündə, yəni 55 dərəcə şərq uzunluğunda batacaq. Doğru cavabımız A variantı. 41. Azərbaycanın bir bölünsün 550 min miqyaslı torpaq xəritəsinin müvafiq olaraq miqyasına və məzmununa görə hansı qruplara aid olduğunu müəyyən edin. Bir bölünsün 550 min miqyası orta miqyasdır. Sonra torpaq xəritəsi də
Məzmununa görə tematik xəritədir, bir komponentdən danışır. Orta miqyaslı tematik doğru cavabımız D variantı. 42. Cənubi Amerika və Afrika materiklərinin oxşar xüsusiyyətləri. Qütb gecə və gündüzləri müşahidə olunmur. Bəli. Nə Cənubi Amerikada, nə də Afrikada qütb gecə gündüzləri müşahidə olunmur. Şərq hissəsi seysmik cəhətdən aktivdir, səhvdir. Günəşin zenitdə olma prosesi baş verir, doğrudur. İkinci ifadədə şərq hissəsi seysmik cəhətdən aktivdir. Bu Afrikaya aiddir, tektonik sınmaya görə. Cənubi Amerikaya aiddir, ona görə götürmür. Sahilləri Hind okeanı suları yürür, bu Afrikaya aiddir. Cənubi Amerikanı Atlantik və sakit yürür. Qədim Gondwana qurusuna aiddir, hər ikisinə aiddir. Bizdən oxşar soruşur. 3 yarımkürədə yerləşir, bu Cənubi Amerikadır. Afrika isə 4 yarımkürədə yerləşir. 1, 3 və 5 doğru cavabımız A variantı. Sonra 43-cü suala baxırıq. Xəritə sxemə əsasən fəsillərin daha aydın müşahidə edildiyi əraziləri müəyyən edilir. Fəsillərin daha aydın müşahidə edildiyi ərazilər bilirik ki, mülayim işıqlanma qurşağında yerləşən ərazilərdir. Yəni 1, 2 və 4. Doğru cavabımız B variantı. 44. Günəş 10 şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Baxaq. 10 şimal enliyində zenitdədir. Bu olsun ekvator xətti. Bu da olsun 10 dərəcə şimal enliyi. Günəş burada zenitdədir. Yəni, bura neçə dərəcə düşür? 90 dərəcə düşür. Görək bu zaman 50 dərəcə cənub enliyində neçə dərəcə düşər? 50 dərəcə cənub enliyini verək buradan. 50 dərəcə cənub enliyi. Bura günəş şüası neçə dərəcə düşər? Baxaq. 10 şimalla 50 cənubun arasında nə qədər fərq var? Bir şimal, bir cənubsa, aradakı dərəcə fərqi 60 dərəcədir. Yəni 60 dərəcədir. Deməli, 50 dərəcə cənub enliyinə günəşin düşmə bucağı 10 dərəcə şimal enliyinə düşən bucaqdan, yəni 90 dərəcədən 60 dərəcə az olacaq. Çünki arada fərq neçə dərəcədir? 60 dərəcə. Bərabər olur 30. Deməli, bura düşmə bucağını tapdıq, neçə dərəcə oldu? 30 dərəcə. Nə deyir? Deyir ki, 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər. Bu neçə dərəcədir? 30 dərəcə. Yəni, 30 dərəcə şimal yarımkürəsindəki hansı enliyə düşər? Şimal yarımkürəsində elə bir x dərəcə şimal enliyi var ki, həmin enliyə günəş neçə dərəcə düşməlidir? 30 dərəcə. 10 şimala 90 düşür, bura 30 düşür. Arada fərq nə qədərdir? 60 dərəcədir. Deməli, həmin məntəqə 10 dərəcə şimal enliyi ilə 60 dərəcə şimaldadır. Onu da tapmaq üçün 60 dərəcə şimala qalxsaq, gəlib çatarıq hara? 70 dərəcə şimal enliyinə. Doğru cavabımız C variantı. Sonra 45. Venn diaqramına əsasən uyğunluğunu müəyyən edin. 3-cü saat qurşağı, 4-cü saat qurşağı. Qonşu saat qurşağı ilə sərhəddə 52,5 dərəcə şərq uzunluğundan keçir. Buradan çəksək, bu qırmızı. 3-cü qurşaq 45 dərəcə şərq uzunluğu orta meridiandır. 37,5-dən 52,5-ə qədərdir. Bura oldu 3. 4-cü qurşağın orta meridianı 60 dərəcədir. 52,5-dən 67,5-ə qədərdir. İndi nə deyir? Deyir ki, qonşu saat qurşağı ilə sərhəddə 52,5 şərq uzunluğundan keçir. Burada 4. 3-ün 4 ilə, yəni qonşusu 4 ilə sərhəddə 52,5-dən keçir. 4-ün isə 3 ilə, yəni qonşusu 3 ilə sərhəddə 52,5-dən keçir. Yəni hər ikisinə aiddir. A gələcək bura. Azərbaycan yerləşir, təbii ki, 3-cü saat qurşağıdır. Orta meridianı 60 dərəcə şərq uzunluğu olanda neçənci saat qurşağıdır? 4-cü. B, C, A. B, C, A. Doğru cavabımız C variantıdır. Hansı materiklər bütövlükdə cənub yarımkürəsində yerləşir? Bütövlükdə cənub yarımkürəsində yerləşən materiklər Avstraliya və Antarktida materiklərdir. Doğru cavabımız Y variantı. 47. 1 santimetrdə 2,5 kilometr miqyasını ədədi miqyasa çevirin. Bunu ədədi miqyasa çevirmək üçün 2,5-i biz nəyə vururuq? 100 minə vururuq. Bu da eləyir. Deməli,
250 min. Yəni miqyas 1 bölünsün 250 min. Doğru cavabımız Y variantı. İzoseistlər adlanır. Bilirik ki, xəritələrdə, yəni seismik xəritələrdə eyni zəlzələ gücünün hiss edildiyi nöqtələr birləşdirən xəttlər izoseistlər adlanır. 49. Əgər iki məntəqə arasındakı yerli vaxt fərqi 2 saat olarsa, 2 saatdırsa 2 vurulsun 15 bərabərdir 30 dərəcə. Bu məntəqələr hansı coğrafi uzunluqlarda yerləşə bilməz? Əgər iki məntəqə arasında yerli vaxt fərqi 2 saatdırsa, deməli bu məntəqələr arasında coğrafi uzunluq fərqi neçə dərəcədir? 30 dərəcədir. 15 qərb uzunluğu, 15 şərq uzunluğu fərqi 30 dərəcədir yerləşir. 60 şərq uzunluğu, 20 qərb uzunluğu. 60 ilə 20-nin arasında biri qərb, bir şərq, deməli 80 dərəcədir. Deməli baxın, bu ola bilməz. Digərlərində 30 dərəcə eləyəcək. 10 şərq, 20 qərb 30-dur. 50 şərq, 80 şərq 30-dur. 5 qərb, 35 qərb 30-dur. Deməli doğru cavabımız B variantı. Aşağıda verilmiş şərti işarə ilə planda təsvir olunur. Bilirik ki, bu şərti işarə planda seyrək meşəni göstərir. Doğru cavabımız C variantıdır. 51. Aşağıdakılardan hansı daha qısadır? Şimal tropik xətti, cənub tropik xətti, meridian çevrəsi, 40 dərəcə şimal paraleli, şimal qütb dairəsi. Bunların içərisindən qütbə ən yaxın olan şimal qütb dairəsidir. Yəni paralel çevrəsi olaraq kilometrlə şimal qütb dairəsi digərlərindən daha qısadır. Daxili horizontalın mütləq hündürlüyünü hesablayın. Müsbət relyef formasıdır, yəni dağ və ya təpədir. Deməli 220, 260 verib. Arada 2 dənə aralıq var. 1, 2. 260 ilə 220 arasında 40 metr fərq var. Kəsmə yüksəkliyimiz də o zaman 2-yə böləndə neçə metr edir? 20 metr. Bizdən bu horizontal istəyirsə 280 olacaq neçə metr? 300 metr. Daxili horizontalın qiyməti oldu 300 metr. Doğru cavabımız D variantı. Həm materik, həm də okean yer qabığına malik olan litosfer tavalarını müəyyən edin. Bilirik ki, böyük litosfer tavalarından bir dənə sakit okeandır ki, tamamilə okean yer qabığına malikdir. Digərləri, yəni nəhənglərindən gedir söhbət. Avrasiya, Şimal Amerika, Cənubi Amerika, Hind, Avstraliya, Antarktida, Afrika. Hamısı həm okean, həmçinin materik yer qabığına malikdir. Sakit okean sırf okeandır götürmürük. Ərəbistan kiçik tavalardan tamamilə materik yer qabığına malikdir götürmürük. Naska kiçiklərdən tamamilə okean yer qabığıdır. Sonra qaldı bu da Hind, Avstraliya, Afrika, bir də Şimali Amerika. Yəni 4, 5 və 6. Sonra 54. Neft üçün doğru olmayan fikirləri müəyyən edin. Üzv mənşəli olub bitki və heyvan qalxlarından yaranmışdır. Bu doğrudur, amma götürmürük. Maqmatik mənşəli olub yerin dərin qatlarında yaranan ağır, bərk, yəni intruziv suxurlarda əmələ gəlir. Bu doğru deyil. Götürəcək. Yanar faydalı qazıntıdır. Doğrudur. Götürmürük. Metamorfik suxur olub kvartdan çevrilmişdir. Yanlışdır. Deməli 2 və 4 doğru olmayan cavabdır. Sonra gəlir 55-ci suala. Sxemdəki vəziyyətə əsasən ekvator xəttinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Günəş cənub tropikinin üzərində zenitdədir. Təbii ki, 22 dekabr tarixini göstərir. Nəyə əsasən müəyyən edirik? Baxırıq ki, cənub qütb dairəsindən cənub qütbünə qədər bütün ərazi gündüzdür. Şimal qütb dairəsindən şimal qütbünə qədər bütün ərazi gecədir. Yəni cənub yarımkərəsində cənub qütb dairəsindən cənub qütbünə qədər qütb gündüzlərdir. Şimal qütb dairəsindən şimal qütbünə qədər isə qütb gecələrdir. Təbii ki, bu da 22 dekabr tarixindədir. 22 dekabr tarixində cənub tropikinə günəş 90 dərəcə düşürsə, ekvatora nə qədər düşər? Arada fərq neçə dərəcədir? 23,5 dərəcədir. Bura 90 düşürsə, ekvatora 23,5 dərəcə az düşəcək. Yəni 90-dan çıxacaq 23,5-i, qalacaq 66,5 dərəcə. Deməli, doğru cavabımız 66,5 dərəcədir. 56. Miqyası 1 bölünsün 5 milyon olan xəritədə İslandiya adasının sahəsi 41,2 kvadrat
santimetrdir. Həqiqi sahəsini hesablayın. 5 dənə sıfırı silsək, qalacaq neçə? 50 kilometr. Həqiqi sahəni tapsaq, xəritədəki sahəni, yəni 41,2-ni vuracaq 50-nin kvadratına. Birbaşa yazıram. 2500. Bu da eləyəcək 103.000 kvadrat kilometr. Deməli, 1000 kvadrat kilometrlədir 103.000. Doğru cavabımız 103'ü yazırıq, 1000'i özü verib. Elə cavabımız olacaq 103. Sonra 57. Uyğunluğu müəyyən edən Antarktida, Afrika, Şimal Amerika. Geoloji keçmişdə Lavrasiyanın tərkib hissəsi olmuşdur. Bu Şimal Amerikadır. Sonra sahəsinə görə yalnız Avrasiya materikindən geri qalır. Bilirik ki, bu Afrikadır. Qütb, mülayim və tropik iqlima qurşaqlarında yerləşir. Verilənlərdən qütb, mülayim və tropikə düşən Şimal Amerikadır. C gəlir 3-ə. Qrinviç və ekvator xətti ilə kəsişir. Qrinviç və ekvator xətti ilə kəsişən Afrikadır. Hər ikisindən kəsişir. Bütün meridianlar yerləşir. Bu da Antarktidadır. Deməli, Y, B, D, A, C. Deməli, 1 olur Y, 2 olur B, D, 3 olur A, C. Və nəhayət situasiya sualları. Deməli, A məntəqəsi 1-ci saat qurşağının orta meridianı üzərində yerləşir. Təbii ki, 15 dərəcə şərq uzunluğudur. Üzərində Vezuv vulkanına yaxın ərazidə yerləşir. Bu ərazidə zəlzələlər baş verir. A məntəqəsində qütb buludlu 40 dərəcə bucaq altına görünür. Deməli, 40 dərəcə şimal enliyində yerləşir. Fəsillər də aydın müşahidə olunur. A məntəqəsinin coğrafi koordinatları. Coğrafi koordinatları oldu. Enliyi verib 40 dərəcə şimal enliyi. 1-ci saat qurşağının orta meridianında 15 dərəcə şərq uzunluğudur. 15 dərəcə şərq uzunluğu. Hansı materikdə yerləşdiyini yazın. Təbii ki, Avrasiya materikində yerləşəcək. Avrasiya. Sonra, yəni Apeni yarımadasında, İtaliya ərazisində düşür. 59. A məntəqəsinin yerləşdiyi ərazidə zəlzələlərin baş vermə səbəbini yazın. Səbəb Alp-Himalay qurşağında yerləşməsidir. Daha doğrusu Alp-Himalay geosinklinal qurşaqda yerləşməsi. Bura geosinklinal qurşaqda əlavə edirsiniz. Və nəhayət sonuncu 60-cı sual. A məntəqəsinin hansı işıqlanma qurşağında yerləşdiyini. 40 dərəcə şimal enliyində yerləşirsə, bu deməli şimal yarımkürəsinin mülayim işıqlanma qurşağına düşür. Mülayim. Və bura yay gün dönümündə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. 40 dərəcə şimal enliyində yay gün dönümündə. Bu 40 dərəcə şimal enliyidir. Yay gün dönümündə də günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Yəni bura 90 düşürsə, günəşi burada təsəvvür etsək, bura nə qədər düşər? 40 ilə 23,5 arasında 16,5 dərəcə fərq var. O zaman bura 23,5-ə 90 düşürsə, 40 dərəcə şimal enliyinə bu 90-dan 16,5 dərəcə az düşəcək. Yəni 90 çıxar 16,5 bərabər olur 73,5 dərəcə. Doğru cavabımız oldu. Belə yazaq. 90 dərəcə çıxar 40 çıxar 23,5 bərabərdir 73,5 dərəcə. Bugünkü dərsimiz bura qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.